Hamı qabağa getdi, mən qaldım. Hamı bacardı, mən yox. Həyatda geridə qalmış hiss edirsənsə, bu videonu axıra kimi izlə. Biz individual təbiətimizi bilmədiyimiz zaman başlayırıq özümüzü başqaları ilə müqayisə eləməyə. Məsələn, əgər mən təbiətcə çox rahat və sakit hərəkət edən insanamsa, yavaş hərəkət edən insanamsa, o zaman mən gündəlik maksimum 2 işi başlayıb bitirə bilərəm. Amma baxıram bacıma, qardaşıma, hansı ki onlar təbiətcə tez canlıdırlar, onlar gündəlik məsələn 4, 5, bəzən 6 iş bitirə bilirlər. Və mən təbiətimi bilmədiyimə görə onlarla özümü müqayisə edib deyirəm ki, bir dəqiqə deyəm. Onlar bacarırsa, deməli mən də bacaracağam. Motivasiyaya gəlirsən, deyirsən, otururam, plan qururam ki, da artıq sabahdan mən başlayacağam, bu işi də görəcəm, o işi də görəcəm. Özünə plan qurursan ki, 5-6 işi sən bir günə bitirəcəksən. Səhərsi gün gəlir, təbii olaraq sən işləri bitirə bilmirsən, çünki təbiətinə uyğun deyil, yavaş hərəkət edən insansan, maksimum 2 işi bitirə bilirsən və tamamilə həvəsdən düşürsən. Başlayırsan özünü incitməyə ki, ayda, necə tənbəl insanam, mən nətər adamam, necə olur, hamı bacardı, mən bacarmadım, hamı da alınır, mən də alınmır. Bütün özünü demotivasiya edəcəksən və səhərsi günü artıq ümumiyyətlə heç bir işi etmək sənin ürəyindən gəlməyəcək. Baxın, individual təbiətimizi bilmək bizə potensialımızı maksimumda yaşamamızı kömək edir. Yəni, mən əgər bilirəmsə ki, mən gündəlik 2 işi bitirə bilirəm, planımı elə quracam ki, həftəlik, aylıq, mən gündəlik necə 2 işi bitirərək istədiyim hədəfə ulaşa bilim. Yəni, hədəfə gedib çata bilim. Həqiqi uğur yavaş-yavaş və davamlı addımlarla olan bir prosesdir. Buna görə gəlin birinci individual təbiətimizi öyrənək, sonra o təbiətimizə uyğun olaraq realistik planlar quraq.